görmüsünüz? Bir də xəbəri elə eləyiblər ki, elə bir dayının nəsə günahı var. Başa düşmədim. Birincisi, qadın xeylağının avtobusda nə işi var? İkincisi, niyə arxası dönük dayanıb tikəldimə? Burada məqsəd nədir? Geyindiyi şalvara bir baxın siz. Görürsünüz. Diqqət çəkmək üçün. Mən həqiqətən artıq belə ilginc xəbərlər görmək istəmirəm. Bezdim. Yaşlı başlı adamsan da, yəni özünə hörmət eləyə. Qadınlar olaraq avtobusda, metroda belə, bax insanların içərisində belə rahat deyilik. Bəzi insanlar deyirlər, sən də sənə təhlükə yaradacaq yerlərə getmə, onu eləmə, bunu eləmə. Qaqa avtobusa minmişəm. Evimə gedirəm, başa düşürsən yəni. Türkiyədə də bir dənə xəbər eşitmişdim. Bir dənə dayı metroda qızın saçlarını qoxlayırdı. Yəni Allah deyirəm ki, bu xəbərlərdən o qədər paranoyak olmuşam ki, yəni metroya minəndə, avtobusa minəndə o qədər narahat hiss edirəm ki özümü. Yəni nifrət edirəm Allah həyata da mən.